Uzun bir aradan sonra bütün YouTube videolarını belə açıram. Çox üzr istəyirəm həqiqətən də YouTube vloqlarını çox uzun aralardan çəkdiyimə görə. Amma uzun bir aradan sonra yenə YouTube'da qarşınızdayam. Bugün istədim ki, günlük vlog tip bir video çəkim. Ramilə bizi iftar qonaqlığına çağırıb. Bayaq zəng eləyəndə öyrəndim ki, Ramilənin aş və toyuq eləmə fikri var imiş, toyuğa isə soğan qatmaq fikri var imiş. Mənim neçə illik rəfiqəmdir və bilmir ki, mən soğan yeyə bilmirəm. Yəni yemirəm belə istəyimdən falan deyil, yeyə bilmirəm. Və təsəvvür edirsiniz o toyuğu bilməsəydim soğandan eləyəcəydim. Biraz yemək mövzusunda seçici və çətin bir insan olsam da, əsas odur ki, problem həll oldu. Mən də gedəcəm toyuq qızartması yeməyə. Və sizin üçün də belə qısa günlük bir vlog çəkəcəm. Günlük vloqların daha çox olmasını istəyirsinizsə, aşağıya şərh bölməsinə günlük vloqlar çox gəlsin deyə bir şərh yazın və yaxud da başqa istədiyiniz cür bir fikir bildirə bilərsiniz təbii ki. Onsuz da yetərincə gecikmişəm, ona görə gəlin gedək. Nəhayət evdən çıxa bildim. Mikrofon yolda məndən ola bilməyəcək. Soğuğa dözümsüz biri olduğuma görə qışlanacaq bu boyda oluram. Siz elə bilirsiniz ki, content creator olmaq asandır. Özümdən daşıyıram. Ümumiyyətlə bizim dostluqlarımızda ömür boyu olmadı ki, biz Ramoy evə gedək də, yəni mütləq nəyisə dəyməliyik yol üstündə. İndi mənə nar aldırırlar. Birinə qonaq gedirəm, yeməyi mənə bişirtdirir. Birinə gedirəm, nar aldırır yolda. Bəli, gəldim. Artıq buradayam. Yeni mutfaqda çəkiyoruz. Nar tapmadım. Və mənə elə gəlir ki, nar sezonu deyil. Ramilə və Nərminin qardaşı Muradı göndəriblər ki, get nar al. Çünki mən 2 mağazaya baxdım, nar yox idi və belə qərara gəldim ki, nar sezonu deyil. 1 minute 37 seconds later. Baxdı. Sezonuymuş deməli. Burada hal-hazırda mimoza hazırlanır. Nərminin xüsusi əlinin. Əl ləzzəti. Əlinin zadı ilə. İftara son necədir? Deməli, buradan anama səslənirəm. Mənə deyir ki, həmişə meyvələri çürüdürsən. Ramilə ikili xadiqindən çıxan meyvəyə baxın. 4 dənə ondan var. Süfrəmiz hal-hazırda belə görünür. Ay Allah, səmanın gözəlliyinə baxın. Çox qəşəng görünür. Menümüzdə belə bir beçəmiz var. Qonaqlıqların olmazsa olmazı aş, jülyen, mimoza salatı. Mən soğan yemədiyimə görə toyuq ayrıca bişirir mənim üçün. Əslində insanlara əziyyət verməyi sevmirəm. İftarda ac da qalmaq istəmirdim. Ona görə də məcbur mənə özə bir dənə toyuq eləmək lazım oldu. Yeni padnos. Alın. Televi təzə almışıq da ona görə yoxdur. Klar ki. Çay süfrəsi. Jalənin ev hədiyyəsinin açılımını edirik. Ay Allah, nə gözəldir. Çox qəşəngdir həqiqətən. Ay, çox estetikdir, çox qəşəngdir. Çox sağ ol həyatım. Bu arada biz artıq çay masasındayıq. Nəzin. Sən nə gözəlsən. Bu qızın gözəlliyini bir dənə şəhərlərdə övün, zəhmət olmasa. Bir dənə aktrisa var, onu oxşuyur, onu burada qoyacağam. Və bir dənə də Türk TikToker var, onu da bura qoyacağam, ona da oxşuyur.